Şəki igidlər oylağı. Gözəl bir yerə gəldi, Şəkiyə. Deyirəm ki, bura gəlib çıxmamışdım. Qaxa getmişdik, bu Şəkinin yanından döndük getdik. Elə deyirdim ki, bir dənə bu Şəkiyə də arada girsəydim, paxlavadan zatdan yerdim. Yəni Şəkiyə gələsən, Şəki paxlavası yeməyəsən. Və deyirlər burada bizə kimsə paxlava zat söz veribdi. O da olacaq. Şəki paxlavası, Şəki pitisi, hamısı var. Doğrudan deyirsən. Elə insanların qonaqpərvərliyini demirəm. O elə gözəl insanların elə gözəl qonaqpərvərliyi var ki. Mən sevirəm öz yurdumu, içmişəm sərin suyunu, hər yerdə deyirəm onu, yoxdur sənə tay şəkil. Görüb olmuşam heyran, gəzib qalmışam mehman, hər günün olur bayram. Şəkil, şəkil, canımsan şəkil. Görüb olmuşam heyran, gəzib qalmışam mehman, hər günün olur bayram. Şəkil, şəkil, canımsan şəkil. Xoş gördük Rahim bəy. Xoş gəlmişsiniz. Təbii ki, Şəkiyə gəlmişsə, Şəkinin ilk olaraq yaxşı. tarixini nəzərə salaq. Amma ilk olaraq siz tanıyaq, ondan sonra Şəki haqqında bizə məlumat verəsiniz. Azərbaycan Milli Elmlər Akademiyası Şəki Regional Mərkəzinin Tarix Epiqrafika şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Rahim Həsənov. Şəkinin tarixi eramızdan əvvəlki dövrlərə təsadüf eləyir. Bəzi tarixi mənbələr araşdırılması nəticəsində belə qərara gəlinib ki, Şəkinin şəhər tarixi eramızdan əvvəl 7-ci əsrdən başlayır. Şəki sözü Sak tayfalarının adı ilə bağlayırlar. Lakin bugünkü bizim bu gördüyümüz Şəki şəhəri dövr-dövr yeri yaxınlıqlarda olsa da dəyişmişdir. Məsələn, indi Şəki şəhəri deyilən bir yer 18-ci əsrə qədər müəyyən dövrlərdə Nuxa kəndi adlanmışdır. Bəzi yaşlı şəxslər şəhərin yuxarı hissəsinə Nuxa, Noxuda adlandırırlar, belə səsləndirirlər. Şəkinin tarixi ilə bağlı çoxlu məlumatlar vardır. Antik dövr müəllifləri, Roma, Yunan müəlliflərinin əsərlərində Şəkinin tarixindən bəhs edilir. Şəki Qafqaz Albaniyasının, Azərbaycanın böyük dövlətlərindən biri olan Qafqaz Albaniyasının dini, siyasi mərkəzlərindən biri olub. Həm xristianlığa qədərki dövrdə, həm də xristianlıq dövründə. Hətta tarix faktlar sübut edir ki, bütün Qafqazda, həm Şimali, həm Cənublu Qafqazda ilk xristian məbədi məhz Şəkidə, Şəkinin Kiş kəndində tikilib. Bu xristian məbədi İsa'nın həvarisi Faddeyin şagirdi Yelisey tərəfindən inşa edilmişdi. Eramızın ilk əsrində və bütün Qafqaza xristianlıq buradan yayılmışdı. Qafqaz Albaniyasının hökmdarlarından biri olan Mömin Vaçaqanın əmri ilə Albaniyada ilin günlərinə uyğun 365 kilsə tikilmişdir ki, onların böyük əksəriyyəti Şimal-Qərbi Azərbaycanda, bir hissəsi də elə Şəkidə yerləşir. Kiş kilsəsindən başqa Azərbaycanın Şəki şəhərində və kəndlərində ümumi götürdükdə onlarla kilsə var. Zəyzik kəndində, Küngüd kəndlərində, Başköyünlük kəndində, Videyiz kəndində və başqa kəndlərdə xristian məbədləri var ki, bu ərazinin dini-siyasi mərkəz olduğunu sübut edir. Orta əsrlər dövründə də Şəkidə ikinci Alban çarlığı yaranıb. Ümumi götürsək, həm də Şəki dövlətçiliyimizin dayaqlarından, mərkəzlərindən biridir. Şəkidə Alban çarlığı 9-cu əsrdə yaranır, 12-ci əsrdə sübut eləsə də, 14-cü əsrdə Hülakülər dövlətinin zəifləməsindən sonra yenidən bir Şəki hakimliyi formalaşır. Səfəvi hökmdarı Təhmasib bu Şəki hakimliyinin varlığına son qoyana qədər bu dövlət mövcud olmuşdur. Şəkidə 3-cü dövlətçilik dövrü isə xanlıq dövrüdür. Şərqin böyük fatihi Nadirin sağlığında Şəki xanı, Şəki hakimi Hacı Çələbi ona qarşı üsyan qaldırır və Azərbaycanda ilk müstəqil xanlığı yaradır. Bugün gördüyümüz tarixi memarlıq abidələrinin bir çoxu da Şəki xanlığı dövründə və onun son dövrlərində inşa edilmiş memarlıq abidələridir. Görkəmli Nazım Hikmətin dediyi kimi, bütün Azərbaycandakı abidələri qoy qırağa, Şəki xan sarayını dünyaya göstərsən, Azərbaycan incəsənətinin necə böyük olduğunu göstərmiş olarsan.
küsme gel. Gözlerini süzme gel, yüreğimi üzme gel. Senden yakın kimin var, benden tez küsme gel. Bahar görününce gönüller dile geldi. Pervaneler ışığına, bülbüller güle geldi. Ne güzelmiş iriş bahar, dallarında gülüş var. Üzülüp katar katar gülüm oy, turnalar göle geldi. Şiriş bahar, daldağında gülüş var. Üzülüp katar katar gülüm oy, turnalar göle geldi. Turnalar göle geldi. Bakışlarına heyranam Leyla, Gülşə dodaqlarına, gül yanağına, kumar bakışlarına heyranam Leyla. Uzat gül əllərini, əl-ələ verək, oxşayım tellərini, sevib sevilək. Uzat gül əllərini, əl-ələ verək, oxşayım tellərini, sevib sevilək. O qara gözlərinə Leyla, o şirin sözlərinə Leyla, Leyla qurbanın olum gəl. Leyla, o qara gözlərinə Leyla, o şirin sözlərinə Leyla, Leyla qurbanın olum gəl. Leyla qurbanın olum gəl. O şirin sözlerine Leyla, Leyla kurbanın olum gel. Leyla kurbanın olum gel. Leyla kurbanın olum gel. Leyla kurbanın olum gel. Uca dağlar qatar qatar, dörd devrənə çəkib hasar. Nə gəzməli oylar, nə gəzməli oylar. Addım addım, qədəm qədəm, dağlarını çox gəzmişəm. Qulağından su içmişəm. Dayanır bir dağ təki, dağlar qoynunda şəki. Dayanır bir dağ təki, dağlar qoynunda şəki. Nənəm, Can nənə. bu da Çalmansanın həyəti.
Bax burada çəkiliş də edirlər, konsert də edirlər, başqa kanallarda görmüşəm. Novruz şənliyi, yeni nişanlığı, başdan bütün müğənnilər bura gəlir ha. Amma həqiqətən də burada qəşəng Novruz bayramının konsertini eləmək olar, tədbirini eləmək olar. səhnə onu deyir də. Yəni buradan suda, tantan zadda fəvvarə də var, eləmi? Əlbəttə. Fəvvarəsi Bax burada adı kimidir? Karvansaray. Ay, özdə, oy, deyən görüm anənə qurban. Özdə deyim ki, baxa, başqa şəhərdən gələnlər, rayondan gələnlər də var ha. Bəli, hər yerdə Azərbaycanın bütün istənilən bölgələrdən bura gənclərimiz, yaşlı insanlar hamısı gəlirlər. Həm Xan Sarayını ziyarət edirlər, həm də Karvansalayını gəlib burada baxırlar, canlı izləyirlər, həm də şəkil çəkdirlər də. Düz biz şəkil çəkdirməmişik, indi birazdan deyəcək, baba çəkdirlər, baba bizi çəksin, bir də Mail intiqam bizi çəkir. Düşürükmü? 2 yerdən bizi çəkirlər. Hə, üçüncü də var, nənəm qurban. Üçüncüsü Əlidir. Bəli, Əlisi o kamerayla çəkib bütün dünyaya təqdim edir də bizi, göstərir. Hə, bura isə adı dillərdə əzbər olan Şəkidə Karvansalaydır. Əziz dostlar, əziz qonaqlar, valla Şəkinin hər yeri gözəldir, hər yeri gəzməlidir. Necə ki biz nə gəzirik, yorulmadan, dayanmadan biz gəzirik Şəkini. Nənə bilmir, mənə baxsın, bilmir, Əliyə baxsın, yoxsa intiqama baxsın. Ay, maşallah, maşallah. Deyirəm, Allah Taala bütün hamının balasının canını sağ eləsin. Elə mənim burada bizim komandamızda olan bütün balalarını da canını Komandamıza eşq olsun, eşq olsun. Hoş nəfəsdə eldə gəzir, dayanır bir dağ təki, dağlar qoynunda şəki, dayanır bir dağ təki, dağlar qoynunda şəki. Salam Azərbaycan. Mən də ilk öncə burada əyləşən sənətkarlarımızı və sənətçi dostlarımızı salamlayıram və televiziya qarşısında bizi izləyən tamaşaçıları salamlayıram. Toylara getmirəm deyəndə, gedirəm əslində, amma müəyyən toylara gedirəm. Hə, esidi təbəqən var. Gördüm, elə deyir, qalavat. Da, bir bənzi toylara get. Və ondan sonra da ki, yəni öz sahəm üzərində çalışıram. Yəni görməyi bu elə toylara getmirəm deməkdə məqsədi nə deməkdir? Orada yəni ask verirlər. Yox. Əslində elə bir şey yoxdur. Sadəcə olaraq sadəcə öz seçimlərimi özüm elədiyim üçün ona görə də müəyyən addımlarda özümə həmişə fikir verirəm. Şu dağlarda kar olsaydım bir asil rüzgar olsaydım şu dağlarda kar olsaydım bir asil rüzgar olsaydım kararını bulur muydum beni sahipsiz mezar olsaydım karar bulur muydum beni sahipsiz mezar olsaydım
kar olsaydım, yıkık perişan olsaydım, şu bozkurda han olsaydım, şu bozkurda han olsaydım, yıkık şu dağlarda kar olsaydım, yıkık perişan olsaydım, şu bozkurda han olsaydım, şu dağlarda kar olsaydım. Ulu önlərimizin gözəl kəlamları mənim gözümə dəydi. Bəxtiyar Vahabzadə şəxsiyyəti və yaradıcılığı ilə xalqın milli təvəkkülünün formatlamasına xidmət etmiş, onun milli dinsəlişinə səslənmiş, istiqlaliyyət uğrunda mübarizə əvəzsiz rol oynamışdır. Yəni bu hətta ulu öndərin belə öz səmimi fikirləri söyləmişdir və yazılmışdır Bəxtiyar Vahabzadə haqqında. Şimdi yəni bu bizim üçün adi gəlməsin, çünki Bəxtiyar Vahabzadə vətən üçün, xalqı üçün çox belə deyək də, canından belə keçməyə hazır olan bir şəxsiyyət olub. Bir ziyalı bir insan olub. Təbii ki, bugün bir çox bizim ziyalılarımız bu gözəl sənətkar haqqında deyəcək sözlər çoxdur. Eyni də siz. Təbii ki, indi o gözəl sözlərin kəlamlarından hissə gəlir də. Elə şairlər var ki, ta qədimdən belədir. Dövlət tərəfindən sevilir. Elə şairlər var ki, millət tərəfindən sevilir. Amma Bəxtiyar Vahabzadə Bəxtiyar Taleli şairdir. Yəni adını Bəxtiyar qoydular, özü də Bəxtiyar oldu. Ona görə ki, Bəxtiyar Vahabzadəni həm dövlət sevib, həm millət sevib, həm də bütün yaş təbəqəsindən olan insanlar sevib. Amma Heydər Əliyevlə, ümummilli liderimizlə Bəxtiyar Vahabzadənin çox ülvi dostluğu olub. Yəni Bəxtiyar Vahabzadə şəxsiyyətinə, Bəxtiyar Vahabzadə yaradıcılığına, ümummilli liderimiz çox sevməklə yanaşı elə bir şair olmayıb ki, Azərbaycan televiziyasında hər həftə 1 saat ayrılsın vaxt. Yəni bunu ümumi liderimiz Bəxtiyar poeziyasını sevdiyinə görə edib. Qoruyub, saxlayıb. Bəxtiyar Vahabzadə şəxsiyyətini həmişə qoruyub, ən ağır dövrlərdə qoruyub. Həm də belə bir çıxışında son sözü var idi. Şəkidə onların səmimi bir görüşü olmuşdu. Heydər Əliyev belə qeyd elədi ki, Bəxtiyar Vahabzadə heç kəsə bənzəmir. Yəni bu bir cümlədə biz görürük ki, bir çox məna, bənzərsiz bir insan idi. Azərbaycan ədəbiyyatına, Azərbaycan mədəni irsinə ümumilli liderimiz qədər dəyər verən heç bir tarixi şəxsiyyət olmuyor. Və o dəyərlərdən biri də Bəxtiyar Vahabzadə poeziyası idi, Bəxtiyar Vahabzadə şəxsiyyəti idi. Ki, həmişə Heydər Əliyev qorudu Bəxtiyar müəllimi. Ölməz sənətkarlar xalq tərəfindən sevilir, seçilir və bugünə kimi də hər zaman qəlblərdə, dillərdə yaşayır və yaşayacaqdır. Zirvə hər anın dəyər qazandığı məkan. Biləsuvar rayonunun seçilən məkanlarından biri Zirvə, ailənizlə rahatlıqla vaxt keçirə biləcəyiniz, zövqlü dadlar, yüksək xidmət və səmimi atmosferin bir araya gəldiyi xüsusi ünvandır. Onunla qeyd edim ki, Zirvə ailə iftar mərkəzi həm Şalı Sarayı kimi, eyni zamanda gəzilənmək üçün lüks otel və ən əsası da uşaqlar üçün əyləncəli bir məkan. Komfortlu və sakit mühiti olan otel, zəngin menüsü ilə seçilən restoran. Burada toy mərasimləri, xına gecələri, ad günləri və özəl tədbirlər üçün geniş, işıqlı və zövqlə dizayn olunmuş zallar xidmətinizdədir. Hər detal düşünülüb, hər an dəyər qazanır. Çünki Zirvə sizin sevincinizə önəm verir. Ailənizlə rahat istirahət, sevdiklərinizlə unudulmaz şənliklər və xatirələriniz üçün etibarlı ünvan. Zirvə, xoş anların zirvəsi. Ata, mən çox acımışam. Səbr elə oğlum. Qarşıda ən yetişmiş almanı görürsən. Biz ora getməliyik. Ay ata, mən daha dözə bilmirəm. Bu almadan biraz dişləyəcəm, yaxşı?
Özünü əl al bala. O dadlı deyil. Məqsədimiz var axı. O da ən yetişmiş almadır. Gəl oğlum, gəl biz gedək. Ən dadlı alma yeyək. Bu alma mənimdir. O ən yetişmiş alma mənimdir. Almanı mənə ver. Almanı mənə Yox, ver. bu yetişmiş alma mənimdir. Mənimdir. Mənimdir bu. Bu alma mənimdir. Almanı mənə ver. Almanı mənə ver. Ən dadlı meyvələrdən qızıl qusar və qusar Naturals meyvə şirələri. Dünya aləm sənə heyran. Olmuşam mən sənə qurban. Vurulmuşam sənə yaman. Birgə təksən sözüm şəkil. Görüb olmuşam heyran. Gəzib qalmışam mehman. Hər günün olur bayram. Şəkil, şəkil, canımsan şəkil. Deməli, bu otağın özəlliyi ondan ibarətdir ki, bu otaqda xan şeir məclisləri təşkil edib, öz dostları ilə görüşüb, özü də şair olduğu üçün, bunu da xüsusilə qeyd edirəm, səyyahların, həmçinin əlyazmalarına əsasən, ötən əsrlərdə, 19-cu əsrdə, deyək, 20-ci əsrlərdə bu sarayı Müştaqın sarayı adlandırırdılar. Bu da birbaşa həmin, deyək, xanın bilavasitə təxəllüsü ilə əlaqəlidir. Yəni, Müştaq təxəllüsü ilə şeirlər yazmış. Bütün otaqlarda ikinci mərtəbədə yerdə xalılar olub. Yəni, ipək saplarla toxunmuş yerli sənətkarlar tərəfindən xalçalar olub. Və bütün həmin xalıların üzərində, baxın, bu gün gördüyümüz tavanda naxışlar əks olunub. Bir növ güzgü effekti olub. Yəni, xalı, o ipək sapla olan xalıda nə rəsmlər varsa, hamısı orada. Bəli, eynisi. Bəs mənə bilirsiniz, nə maraqlıdır, nənə qurban. Bax, bu görün, neçə əsr keçib də, bu divarda çəkilən rəsmlərin, bu sizdə dediyiniz gibi şəbəkə rəsmləri də var burada. O rəsmləri hansı boya ilə çəkirlərmiş, bu indiyə nə qədər də qalır? Bu haqda da tamaşaçılar üçün xüsusi məlumat verim. Qeyd edim ki, bütün boyalar orqanik, yəni təbii boyalardır. Tempera boyalar deyilir. Tempera dedikdə nəzərdə tutulur, yəni bitkilərdən alınan tozcuqlardır, mineral daşlardan alınan tozcuqları yumurtanın sarısı ilə qarışdırıblar. Amma bir növ qeyd edə bilərəm ki, bu biraz mat effekt verir. Yəni o qədər də parıldamır yağlı boya kimi, amma uzun ömürlüdür. Yəni gördüyümüz qədər demək olar ki, 3 əsrdə artıq bu boyalar öz orijinallığını qoruyub saxlayır. Rəvər xanım, Bəli, əsas məsələ o şəkillərin mənası da var. Bayaq söylədiniz. Qeyd edə bilərəm, baxın, burada xüsusilə, yəni kişilər üçün ayrılmış bu otaqda miniatür təsvirlər. Miniatür təsvirlər dedikdə, yəni friz deyilir. Yuxarı taxtçaların alt hissəsini friz deyilir. Yəni həmin frizlərdə biz miniatür döyüş səhnələri görürük, ov səhnələri görürük. Qeyd edim ki, ümumilikdə təxminən burada, yəni frizdə 400-ə yaxın insan fiquru çəkilib. Bunlar hamısı təbii ki, tarixi şəxsiyyətlər deyil, sadəcə rəssamın təxəyyülüdür. Çox sağ olun, mən də salamlayıram bütün qonaqlarımızı. Siz də xoş gəlmişsiniz bugün gözəl şəkimizə. Bütün Şəki əhlini salamlayıram. Mən də bəli, Şəkimizin bir çox sənətkarları var. O cümlədən də Ələddin Rəsulov bizim ölməz sənətkarımızdır. Allah rəhmət eləsin. Mən də çalışıram ki, onun yolunda, onun sənətini, onun mahnılarını yaşadım. Birinci efir mənə budur. O da düşərli olar inşallah. Və mən də izləyicilərə onu demək istəyirəm ki, yəni daha belə gözəl musiqilərə zövq yaradaq. Onları ifa edən ifaçıları daha da qiymətləndirək ki, musiqimiz ölməsin də, belə deyək. Çünki bizim milli sərvətimizdir. Ey dağların səkisində, dağlar qədər qədim şəkil, dostlarına üzü açıq, düşməninə qənim şəkil. Ey dağların səkisində, dağlar qədər qədim şəkil, dostlarına yüzü açıq, düşməninə qənim şəkil.
Zarafatı baldan şirin, söhbəti duzlu şəki. Yaşı qoca, özü cavan, ay gülər üzlü şəki. Yaşı qoca, özü cavan, ay gülər üzlü şəki. Şəki, şəki, igidlər oylağı, şəki, şəki. Ömrümün növrağı, şəki, şəki. İgidlər oylağı, şəki, şəki. Ömrümün növrağı. Her sözümün əzzarısan, sevimli sen məzzarısan. Süsən sümbül itmişəm, mən kalağayımı itim. Salam aleyküm. Salam, hoş gelmişsiniz. Salam, necəsiz? Sağ olun, siz necəsiniz? Hoş Sağ gelmişsiniz. olun. Ay nənəm qurban. Elə burada Süsən adlı bu mağazanı gördüm. Mənim də kalağayım, mən də biz biraz gəlmişik nəvəmlə bir yerdə Şəkiyə. Elə buradan cəmaatda nə var nə yox deyəcəyini vermişlər. Dedim kalağayım elə burada saat dəyişim, sonra gedim maşallah. Bak doğru bana gelmişsiniz. Sön Çalağay'a gelmişsiniz. Ne güzel Bəli, kalağaylar bəli, var. bütün gözəl Çalağaylarımız var. Deyirəm bir dənə Hem də. toy nişanı üçün, hem klasik, rengarenk Çalağaylarımız var. Kalağayları özümüz istehsal Bəli, bəli, edirsiniz. istehsalatımız da var, muzeyimiz de var. Tanış olabilirsiniz. Maşallah, Bəli, maşallah. bəli. Deməli bura dükkan yox, muzeydir. Yok, muzeyimiz başka? başka burada dükkanımız da, muzeyimiz de var, istehsalatımız da var. Hə. Deyirəm nə gözəl. Bəli, bəli. Maşallah, maşallah. Deməli bunların hamısını Bəli, sürpriz istehsal edirsiniz. bəli, bəli. Əl işidir, gəlib basmalar da işlənir, sonra da təbii boyalarla boyanır. Məsələn, nar qabığı, sarağan. Bəli, bu sarağan da çalağaydır, bu sadədir, bu üç rənglidir. Rənginə əsasən çalağaylarımızın qiymətləri də fərqlənir. Hamısının da üstündə Bəli, Azərbaycanın Bəli, atributları var. bəli. İlk suyla yuyanda, 70% sabunla yuyur, pulluğu, muhteşem olanlarda illərlə rəngi qalır, axmır rəngi. Hə, Allah gözəl, Bəli, Allah bəli. gözəl nənə qurban. Çalağay sözü kəllədən ayağa qədər örtünmək deməkdir. Hə, aynədən qurban. O da mən bu kalağayımı bir yerəsini dəyişim elə sizdə burada. Hə, mənim yaşıma uyğundur eləmi? Bəli, bəli. Hə, elə Bax, bir də. istəyirsiniz bunu, hansını istəyirsiniz, seçin. Hə, bu olsun. Bu olsun, baş üstə. Hə. Bəh, nə gözəl danışarız. Oy, Allah ürəyimə yatdı. Bəli. Maşallah, maşallah. Ne gözəl yaraşdı sənə. Vətən göstərir, nənəm qurban. Gözəl, gözəl. Çox qəşəng, çox qəşəng. Eminimin də xoşuna gələcək deyəcək. Ay nənə, hardan aldın sən bunu? Çox gözəl, çox Maşallah. Elə mən bunu götürəcəm. Mən bunu götürəcəm. Özümdən bir yeri. Mən alıram nənəm qurban. Baş üstə, baş üstə. Elə. Bunu, bunu bağlayın. İpəklərim eldə gəzir, adın sənin dildə gəzir. Sən Çalağaydan sizə hədiyyə. Xoş nəfəsdə eldə gəzir. Təşəkkür edirəm. Allah canınızı sağ eləsin. Çox sağ olun. Uzunuz bol olsun. Amin inşallah. Bütün gələn, xaricdən gələnlərin hamısına da bunu aşılayın. O cəmaat bilsin ki, İnşallah. Azərbaycanda nələr var. Təşəkkür edirəm gəlişinizə görə. Çox məmnun olduk. Sağ olun, sağ olun. Dayanır bir dağ təki, dağlar qoynunda şəki.
Mən bu qızın rəqsinə baxdım, çox xoşladım. Bilmirəm sizin xoşunuza gəldi, gəlmədi. Bəlkə ona bir motivasiya verək, bir şey Bəli. Almışlar sənin ünvanına. Nədir? Gözəl bazı balamız. Eşitdim deyirsən 5 ildir rəqs dərnəyinə gir. Müəllimən kimdir? Günləri müəllimədir. Xoşlayırsan? Bəli. Mən bayaq baxdım, gördüm birinci bu oğlan rəqsini oynayanda sonra qız saçını başını belə çıxardanda gördüm qızdır. O avar əksi də. Avar rəqsi, hə, qəşəngdir. Nə deyirsən bu gün birinci dəfədir mi televizora çıxırsan? Bəli. Onda bu tamaşaçılarımıza nə demək istəyir, nə qurban? Çox sağ olun məni efirə çıxartdığınız üçün. Minnətdaram sizlərə. Ay maşallah. Qurban bax gələcək səsin ucalardan gələndə vallahi heç nə yemini nə də məni tanımayacaqsan. Yo, üzündən bilinir ki, o gözəl halal bir xanımdır. Gözəl bir balaca balamızdır inşallah. Geçmişi unutmaz. Zahir müəllim bir çox gənclərə vağzalı ifasını təqdim edib. Görəsən öz doğmasına toy vaxtı qalmonu ələ alıb, öz qızının, oğlunun, övladının toyunda qalmonla vağzalı ifası təqdim edirdimi? Tam səmimi. Ha, yox. Yox. Niyə? Qardaşlarım var idi, rəhmətliklər var idi. İndi biri sağdır, Elbrusun atası sağdır. İndi məndən kiçik qardaşım. O belə məndən yaşlıları, kişiyi rəhmətə gedib. Allah ölənlərinizə rəhmət eləsin. Ansamblımızı gətirirdim. Öz yerimdə başqa o sənətkarlardan birini hər toyda. Hamısının xətrini. Amma maraqlı olar ki, öz toyunda sizə bir qalmon ifa edərlər ki, baxın. Elə belə öz toyumda yox, amma Aynen qurban qoy bir söz deyim sənə. Gözəl ifaçının, gözəl sənətkarın istəyirsən belə çevir, istəyirsən belə çevir. O qədər mahnı rəqs havalarını, mahnıları, elmanları, toy havalarını ifa eləyirsiniz. Amma nə olur olsun 100% bilirəm ki, özünüzün bəstəniz olmalıdır, var. Birinci, bu 99-cu ildə olan Bəli, bu kitabda axırın. Bu məcmuədə 5. Bunu neynirəm mən bunu mənə göstərirsən, mənim ondan nə başım çıxır qoca arvadan. Mənim ona canlı ifasını istəyirəm. Nənənin hınası var da. Bax, burada bunlar 10 dənə bura qədər xalq rəqsləridir. Buradan başlanır Turalı, Şəki rəqsi. Özününkilər hansılardır, elə bulardır da, hə özü. Hə. Sonra Marxal rəqsi. Bax bizim artıq əməkdaşlarımız qalmonu gətirdi sizə uzatdı. Samiri, bəli. Bir də Azəri. Hansı biraz oynaqdır, hansı oynaqdır. Bax bu da növbədə rəqslər dansçes var burada. Burada bir dənə də bizim dostumuz, balaca dostumuz. Adı Fuaddır. Fuad balamdır müəllim. Elə Fuad. Bir salam göndər hər kəsə. Salam. Yaxşıyam. Allah səsin. Neçə yaşın var Fuad? 4. 4. Ay maşallah. Böyüyəndə nə olacaqsan sən? Polis. Polis, oy. Vətəni qoruyan. Ay maşallah. Canlı sizdən gözəl bir ifa alaq. İzləyicilərə təqdim edək. Gəl Elbrus qalır. Sən də gəl burada əyləş. Axırda o Tural rəqsini çalacağım. Bu əvvəl biraz gəzişim, biraz əlim zadı. Hələ ki biraz qalmonu açılış eləyir, bir barmaqlar açılır. Thank you.
Ey dağların səkisində dağlar qədər qədim şəki dostlarına üzü aşıq düşməninə qənim şəki. Şəkiyə gələsən, Ələhmət dükanına baş çəkməyəsən. Bəli. Ələhmət Şirniyyat evi Şəki şirniyyatlarının satış mərkəzidir. Eşq olsun Ələhmət şirniyyatının peşəkar işlərinə. Elə bir alqışlayaq da bunları, bəli. Özünüz alqışlayın. Gözəl bir xidmət. Bu nənə yığdı, nənə vücuda yığıb. Nənə. Nə qayracam, neylə qurbanaya, burada hamısı bir-birindən taxtıdır. Ay maşallah. Çeşit çoxdur, yəni nə qədərsən çeşit. Ay cəmaət, buna bax, deyim ay nənə, gəz sənə kömək edeyim, ay nənə, yığır elə. Bu cavanların ay Vaqif nənə qurban, niyə belə? Nələr olar, bir də bu. Ev böyüyəndə düzələcəklər. Salam verir ki, qoy bu kişi ilə dansın görür. Salam verir ki, nədəsiniz? Daxtıdır buranın halvaları. Yaxşıdır. Siz də buradansınız, Şəkidənsiniz, özünüz niyə pişirmirsiniz? Sizdə yaxşı alım var. Yox. Hər kəs bura gəlir. Bura gələn qonaqlar da alır. Dininizə bərəkət. Bax görsən bu alış-veriş belə yaxşı gedir. Dostlar, doğrudan da Ələhmət mağazası dükanı tək Şəki yox. Elə bu şimal-qərb bölgəsində çox məşhur brend bir markadır ki, artıq Şəkidə yaşayanlar, Şəkiyə gələn insanlar bu mağazaya gəlirlər öz ailəsinə, hətta qonaq gedərkən belə gedəcəyi yerə Bəli, ancaq Şəki şirniyyatı Ələhmətdən. Bu qaymaqlıdır. Qaymaqlıdır. Bu dımdım halvasıdır. Bunlar Bakı paxlavalardır. Amma əsl Şəki halvası nənə qurban. Bax budur, əsl Şəki halvası. Ver nənə bir dadına bax. Gəl nənə, xoş gəlmisən. Hadi deyirlər, adamın... Təzyiq qalır, qorxuram sağ çox verməyə bunu. Qorxma, ginən nənə qurban, 3 qədər limon yiyib gəlmişəm. Qəşəng olmur, bu geçsin canım. Bana Bu, bax orada heç nə ginə, yoxdur. amma deyir adamı boğazını da qurcuqlandırırlar. Eləmi? Bu budur elə əsl Şəki halvası. Elə Şəkinin devizidir də bu deyəlim, simvolu. Ay maşallah. Həqiqətən də baxırsan ki, həqiqətən də Şəkidəsən. Salam eləşiyor, xoş gəlibsiniz. Deyim siz də bu Ələhmət şirniyyatını Ələhmət halvasından ötürü Ucardan bura gəlmişəm. Hətta Vaqif, Ucardan gələn qardaş olaraq Ələhmət şirniyyatından təri. Həqiqət. Bir Ucara bir salam göndərim onlara. Ucara eşq olsun. Eşq olsun Ucara. Hə, bax görsən qardaş. Azərbaycanın bütün rayonları gəlir, halva veriblər mənə. Amma Şəkiyə gəzməyə gəlib, sonra da bura gəlir. Bir baş bura gəlir. Görün, bir alqışa layiqdir. Bu sizin keyfiyyətinizdən irəli gəlir. Uğurlar sizə. O bu boyda bir cahanı yaradıp yeri göğü asimanı yaradıp o bu
bir cahanı yaradım, yaradım. Yeri göğü asimanı yaradım, yaradım. İnsan onu, o insanı yaradım, yaradım. Bu hayatın elifbası mehabbet, mehabbet. Enik nəğmə, enik yazım mehabbet, mehabbet, ah mehabbet. İnsan onu, o insanı yaradım, yaradım. Bu hayatın elifbası mehabbet, mehabbet. Enik nəğmə, enik yazım mehabbet, mehabbet, ah mehabbet. Her ümitdə bir olduza döner o, döner o. Gah şimşəkdən gizli çaxar söner o, söner o. Her ümitdə bir olduza döner o, döner o. Gah şimşəkdən gizli çaxıb söner o, söner o. Gizli gələn fəqət aşkar diner o, diner o. Canda nəfəs, damarda qan məhəbbət, məhəbbət. Həm var olan, həm yox olan məhəbbət, məhəbbət, ah məhəbbət. Gizli gələn fəqət aşkar diner o, diner o. Canda nəfəs, damarda qan məhəbbət, məhəbbət. Həm var olan, həm yox olan məhəbbət, məhəbbət, ah məhəbbət. Həm var olan, həm yox olan məhəbbət, məhəbbət, ah bir gözələ gözüm düşüb, gözlər badamı, badamı. Ürəyimə izi düşüb, saymır adamı, adamı. Bir
gözələ gözüm düşüb gözlər badamı badamı Ürəyimə izi düşüb saymır adamı adamı Gözlərimi qoyub yolda ömrüm keçir qeyri qalda Gözlərimi qoyub yolda ömrüm keçir qeyri qalda Barı demir bircə yolda gəl al qadamı qadamı Barı demir bircə yolda gəl al qadamı qadamı Gəl alım qadanı qadanı mən alım qadanı qadanı Gəl alım qadanı qadanı mən alım qadanı qadanı Gəl alım qadamı qadamı sən al qadamı qadamı Gəl alım qadanı qadanı mən alım qadamı qadanı Teşekkür ederim. Biz mehriban aileyi, biz mehriban aileyi Gelin dostlar diye güley Gelin dostlar diye güley